qadın ərinə qarşı sevgisini, məhəbbətini gözəl görsənməkdə izhar etməlidir. Yəni ərinin qabağına çıxanda gözəl görsənərək çıxmalıdır. Geyimində, keçimində, əri onu görəndə sevinməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, soruşulanda ki, xeyirli qadınlar hansılardır ya Rasulullah? Deyir ki, o qadın ki, əri ona əmr edəndə itaət edər. Və sonra buyurur ki, və təsurruhu ilanələ. Ona baxanda sevinər. Yəni qadına baxanda əri sevinər. Ona görə kişiyə eşitdirməməlidir. Kişiyə əziyyət verən sözləri və ya kişiyə əziyyət verən mənzərəni göstərməməlidir ona. Yəni kişinin qabağına çıxanda kişiyə əziyyət verməməlidir onun görkəmi. Nə kəlməsi ilə, nə baxışı ilə, yəni kişiyə əziyyət verməməlidir, tələbi ilə kişiyə əziyyət verməməlidir, əməlləri ilə kişiyə əziyyət verməməlidir. Hətta dediyimiz kimi o görkəmdə ki, çıxacaq kişinin qabağına, o görkəmdə çıxanda kişi sevinməlidir, əziyyət olmamalıdır ona. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, başqa bir hədisdə və qadınlar da bunu bilməlidir. Yəni bu hədisi ki, hansı ki, bu hədis Peyğəmbər sallallahu əleyhi və səlləmin tövsiyəsidir, bu haqlar hamısı. Buyurur ki, hədislərin birində qadın bu dünyada ərinə əziyyət verərsə, deyir ki, la tuzi imra'atun zawjuha fid dunya. Qadın bu dünyada ərinə əziyyət verərsə, illə qalet zawjatun minel hurulin. Hurulindən, yəni cənnətdə olan hurilərdən olan kişinin zövcələri və ya zövcəsi, sözsüz ki, cənnətdə mömin kişilərin yəni hurilərdən də zövcələri olacaq. Cənnətdə olan hurilərdən olan zövcəsi deyər ki, la tuzihi qatalakillah. Ona əziyyət etmə, Allah səni öldürsün. Fə innəmə huvə indəkə dəxil, o sənin yanında əcnəbidir, yəni müvəqqətidir. Yuşiku ən yufariqəfə ileyni, az qalıb ki, gəlsin bizim yanımıza. Ona görə də həmçinin qadın üzərində olan haqlarından qadın namusunu qorumalıdır kişi üçün. Əri üçün nəfsini qorumalıdır, namusunu qorumalıdır nəfsində. Kişini fitnələrə salmamalıdır. Və fitnələrə salmamaq hər bir növü ilə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm soruşanda xeyirli qadınları dedi ki, ərinə itaat edən qadın, baxanda sevindiyi qadın, sonra deyir ki, və təhfəduhu fi nəfsihə və məlihə. Və onu qoruyar öz nəfsində və malında. Yəni öz nəfsində namusunu qoruyaraq və həmçinin malını qoruyaraq.